Bismillahirrahmanirrahim. وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ أُولَٰئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِّن رَّبِّهِمْ وَرَحْمَةٌ وَأُولَٰئِكَ هُمُ الْمُهْتَدُونَ. الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا أبي القاسم محمد اللهم صل على محمد وآل محمد وأكثر بركة وآله الأطيبين الأنجبين بهم نتولى ومن أعدائهم نتبرأ إلى الله Teala. İmam-ı zamanı salavat ile yad edek. Allahümme salli ala Muhammed ve Ali Muhammed ve akdir ferek. İki məsələ var. Bu iki məsələni izah eləmək lazımdır. İki mövzu var. Dediyim bu mövzular çox ağır mövzulardır, çox dərin mövzulardır və bu mövzular çox izah olunmalıdır. Geniş şəkildə izah olunmalıdır. Amma indi Allah nə qədər lütf eləsə, nə qədər Allahın lütfüne şamil olsaq, o qədər də izah eləyərik inşallah. Bu iki mövzuya varid olmamışdan əvvəl bir şeyi bilməliyik ki, bu ki deyirik, Allah Taala bizi yaradıb, bu bizdə yanlış təsəvvür yaratmamalıdır. Nə deməkdir? Məsələn, mən deyirəm, bizi Allah yaradıb. Əgər bu sözü səhv başa düşsəm, yanlış başa düşsəm, təsəvvürüm bu olacaq ki, Allah Cəllə Cəlaluhu nə zamansa bizi yaradıb, ondan sonra biz özümüz başlamışıq yaşamağa. Çərxi fələk başlayıb dövran eləməyə. İlk adamı və Adəm əleyhisselamı Allah yaradı. Ondan sonrası elə belə axın kimi gedir. Bu səhv fikirdir. Hamını Allah Taala yaradıb, yaradır və yaradacaq. Yəni belə düşünməyək ki, Adəm əleyhisselamı yaratdı, Həvva salamullah əleyhanı yaratdı, qalanlar elə bunların nəslindən öz başına törəyib çoxalırlar. Xeyr. Allah Taala yaradır hamısını. Quran-ı Kərimin Vaqiə surəsində buyurur ki, Əfərəeytum ma tumnun.
Entum təxluqunahu əm nəhnul xaliqun. Səhv eləməsəm ayə belədir. Buyurur, o Quranın ayəsidir deyə açıq deyirəm, yəni o məni ki siz kişilər bellərinizdən anaların bətninə varid eləyirsiniz, heç onun barəsində fikirləşmişsiniz? O məni ki sonradan haldan hala düşür, haldan hala düşür, haldan hala düşür, ta gəlir olur uşaq, ruh daxil olur. Loru dildə desək, Allah Teala bizə belə bir sual verir. Buyurur, kişi kimi deyin. Heç xəbəriniz var orada nə proses gedir? Siz eləyirsiniz onu. Mən bu uşağı dünyaya gətirdim. Mənim oğlumdur, mənim belimdən gəlib nərə çəkirsən? Sənin işin nədir? Yatmaq. Qalan nə baş verir, nə baş vermir, o məni necə nütfəyə çevrilir, nütfə necə ələqəyə çevrilir, ələqə necə müzğəyə çevrilir, nə tər olur, nə baş verir, indi mümkündür yerlərin biraz dəyişik deyəm mən dair. O nütfəşünas deyiləm ki. Xəbərin yoxdur ondan. Xəbərin yoxdur ondan. Buyurur, siz yaradırsınız uşaqları ya, mən yaradıram. Sizin işiniz ancaq izdivazdır, evlənməkdir. Bir həvəs gəlir kişiyə, qadına. O həvəsi kəbinlə, Allahın şəri hökmləri ilə halallaşdırırlar. Bismillah ilə, qayda qanun ilə, toy nişan ilə yerini yetirirlər. Elə bilirlər ki, uşaq dünyaya gətiririk. Nə edirsən sən? Heç o 9 ay orada nə baş verir? Heç kəsin xəbəri yoxdur ki. Amma sinəsini verir qabağa, deyir, nə elədin? Nə elədin sən? Onu heyvan deyir. Onu eləyə bilməyən heyvan tanıyırsınız? Onu heyvan deyil. Allah Teala'dır ki onu yaradır. Və buradan bizə bir mesaj gəlir. Təkcə Adəmi mən yaratmamışım. İndi Adəmi torpaqdan yaratdım. Siz elə təsəvvür edirsiniz ki, elə babamız Adəmi torpaqdan yaratdı, qalanlar dahi proses gedir. Xeyr, səhv edirsiniz. Hamısını mən eləyirəm. Əgər Allah Teala bütün işlərə, bütün zamanlarda müdaxildirsə, dəxalət edirsə, bütün işlərdə barmağı varsa, bu o deməkdir ki, sözləri bütün zamanlara aiddir. Yəni, məsələn, nəsrlərlə əvvəl Allah Teala buyurub ki, Peyğəmbərim, bu ümmətə de ki, Ən-nəzafətu minəl iman. Təmizlik imandandır. Sən durub bunu belə açıqlama ilə izah eləmə ki, bəli, ərəblər ayaqlarını yumazdılar, hamama getməzdilər aylarla, onlara aiddir, xeyr. Həm onlara aiddir, həm qiyamətə qədər bütün insanlara aiddir. Yəni Allah Teala ki buyurur, mənim sözümə qulaq asmasaz bəla göndərərəm, o bəla qəflətən sizi yaxalayar, dərhal ağlımız getməsin Ad və Səmud qövmünün başına gələn bəlaya. Yox, elə indiyə də aiddir. Ad və Səmud qövmünün qonşuluğunda yaşayan xalqlar gördülər də Ad və Səmud qövmü məhv oldu. Bir,
üzr istəyirəm. 2 xalq, millət məhv oldu. 5 nəfər yox, 50 min nəfər yox, 5 milyon nəfər yox, 2 millət. Tarixdən bu günə qədər nə qədər Azərbaycanlı ölüb, yenisi doğulub, dünyaya gəlib. Allah Teala buyurur, mən Ad və Səmud qövmünü rəvayət elədim, hədis elədim. Yəni nə? Yəni yoxdular, ancaq haqlarında nağıl danışılır. Məhv elədim. Əşi bu keçmişə aiddir. Yox, Ad və Səmud qövmünün sayı nə qədər olardı? Məsələn, 200 min. Bir atom bombası düşdü. Yaponiyaya nə qədər qırıldı? Bir tsunami gəldi, 300 min qırıldı. Dünyanın 7 milyard insanının qalan hissəsi buna fikir vermədi ki, bu bəladır. Fikir vermədi. Məhəl fikir verməyəndə bu 300 min nəfər qırılmayacaq. Ya məyər bəlanın milləti olur ki, məsələn, Firon Misirli idi, zülm elədi, Allah onu boğdu. Mən Azərbaycanlıyam, mən eləsəm boğmaz. Niyə? Allah hansı millətlə düşmənciliyi, hansı millətlə dostluğu var. Ya Əbu Cəhl ərəbdir, Əbu Ləhəb ərəbdir, Peyğəmbərin də əmisidir, ona bəla, xeyr, bəla görür. Onun da cəzası verilir. Necə ki, Allahın insanların işlərinə dəxalətinin zamanı yoxdur, hər zamana aiddir, hər millətə aiddir, hər məkana aiddir, sözləri, kəlamları da belədir. Allah Teala buyurur ki, əgər sözümə qulaq asmasanız, vəziyyətiniz pis olacaq. Mən pis edəcəm vəziyyətinizi. Mən a'rada ən zikri, kim məndən uzaqlaşar, fəinnə ləhu məişətən dənka, sıxıntılı həyat sürəcək. Allah deyir, mən ona sıxıntılı, narahat həyat verəcəm. Mən bunu deyirəm, elə bilirəm mənə demir. Siz qulaq asırsınız, elə bilirsiniz sizə demir. Bu söhbətlərə mən deyə siz qulaq asarsa, fikirləşirik, görəsən Allah necə sıxıntı verir. Bunu fikirləşə, beynimizin o bir hissəsində də evdəki problemlərlə məşğul. Mən bunu necə həll edeyim? Ay ki, ondan danışıram elə. Elə ondan danışıram. O ki, qalımıza navara gör, necə eləyim, çıxış yolunu hardan tapım, ondan danışır Allah Teala. Buyurur, mən eləmişəm, günahkar axtarma, mən eləmişəm. Niyə? Çünki sən eləmişsən. Zəhərəl fəsadı fil bərri vəl bəhd bimə kəsəbət əydin nas. Elədiklərinizə görə fəsad bürüyüb aləmi. Eləmə? Eləməyim. Nə qədər ki, məni unudacaqsan, bir naməhrəm gələndə mənim xətrimə ona baxmaqdan imtina eləməyə fikir verməyəcəksən, baxacaqsan, bu sıxıntı həyatında olacaq. Pul qazanmaq üçün halala harama baxmayacaqsan, bu sıxıntını sənə yaradacam. Hələ şükür elə ki, sənə hörmət eləyib, adam yerinə qoyuram, sıxıntı yaradıram. Adam yerinə qoymuram, nə eləyir, dinmirəm, qoy günahını çoxalsın, laf cəhənnəmin dibinə gedəcək. Sən hələ şükür elə, sənə bir şillə vururam ki, eləmə. Eləmə deyirəm sənə. Mən eləyirəm. Getdim maşın, ya Allah, avar yoldu, təsadüf oldu, qəza oldu, dəydin bir yerə, əzildin. Düşürsən o birinin üstünə, niyə belə elədin, fikrin haradaydı? Sən o tərəfin başına qışqırırsan, fikrin haradaydı? Heç fikirləşmirsən, sənin fikrin haradaydı, Allah bu bəlanı baş gətirdi? Sənin fikrin haradaydı? Və sair və ilaxır. Ailə problemlərimiz bəladır, cəzadır. Kənd problemlərimiz cəzadır, bəladır. Hər bəlada cəzada sınaq var, imtihan var hər cəzada. Bu öz yerində. Amma biz o boyda deyilik Allah Teala, məsələn İmam Hüseyin Aleyhisselam kimi buyursun ki, sənin bir şəhadət məqamın var ki, şəhid olmasan o məqamı çatmasın. Biz o deyilik.
Biz bila təşbih hələ Ömər ibn Səd kimi iki yol ayrısındayıq. O yana gedim, bu yana gedim. O yana gedim, bu yana gedim. Bu dünya nağdır, cənnət nisiyədir. Bu nağdı alsam, orada cəhənnəmə gedə bilərəm. Almasam, sonra cənnətə gedərəm. Amma çətindir bu nağdıdan üz döndərmək, imtina etmək, neyiyim? Yapış Allah'ına təyin. Fikirləşmə. Ora gedim, bura gedim demə. Fikirləşmə, yapış Allah'ına təyin. Bu müqəddimə. İki böyük problemimiz var bizim. Və biz bilməliyik ki, bu problem də bir bəladır. Bu qeyd edəcəyim müşkül də bizim bəlamızdır. Bunu mən demirəm. Bunu böyük alimlər deyir. Buna Ayətullah Uzma Cəvadi Amili deyir, böyük təfsir alim. Buyurur ki, insanların bu saat bədbəxtliyi var. İnsanlar xoşbəxt deyildir. Biraz xoşbəxt olanlar var. Amma o xoşbəxtlik insanları qane eləmir. Narahatdılar, nigarandılar, qayğı içindədirlər. Hərdən birdən görürsən, məsələn, bir müsəlman da girir, hamama çıxır, bir təravət hiss edir özündə, bir yüngüllük hiss edir. Deyir, həyat nə gözəliymiş, hərdən birdən. Ya benim Hüseyin Ağanın matəmində ağlayır, göz yaşı tökür, bir rahatlıq hiss edir, deyir, əcəb yüngülləşdi. Bir ağırlıq var insanlarda. Bu ağırlıq iki hissədə özünü göstərir insanın vücudunda. Biraz diqqət tələb eləyən mövzudur. Amma lazımdır. Bir beynimizdir. Beynimiz narahatdır. Düzəlmir. 2 rükət namazın niyyətini eləmək üçün adam var 1 dəqiqə, 2 dəqiqə, yəni 120 saniyə sobalayır. Estağfurullah eləyir, başını yerlədir, belə eləyir, tezdən yenə əlim boşalır. 2 rükət namaz qılıram, qırbətən bunu deyib qara bilmir. Beyin uçub. 2 kəlmə sözü yadımızda saxlaya bilmirik. Bir dənə çıxış yolu tapa bilmirik. Mən o gün evdə əsəbi idim. Stəkan kimi bir şey axtarırdım. Bəkdən səsləndim ki, hara qoymusunuz bunu? Evdəkilər də bildilər əsəbiyəm. Hövlünət gəldilər, dedilər bu deyil. Ona baxırsan deyil. Gördüm, doğruda ona baxırım. İndi o gördüm 2 yolum vardı. İndi burada mən əsəbimin üstünə belə alov tökmək üçün deyim, yəni qışqırım, bəhanə, adətən belə edir ya axı. Deməmişəm bura qoymusun, özüm qoyub oraya, deməmişəm bura qoymayasın, nəsən belə. Fikirləşdim ki, bura baxır. Bu necə olur ki, mən baxıram buna, baxa-baxa qışqırıram, bunu hara qoymusunuz? Beynimizdə 1000 oyun çıxır. İşləmir beynimiz. Niyə heç birimiz kitab oxuya bilmirik? Heç birimiz oxuya bilmirik. Hərdən birdən görsən biri, ayda bir dəfə 5 səhifə kitab oxuyur, Quran tərcüməsini oxuyur, gəlir məsciddə, çayxanada, orada elə danışır, adam fikirləşir ki, bu gündə heç olmasa bir 5-6 səhifə oxuyur. Bir dəfə, ildə bir dəfə oxuyur məsələn. Xoşu gəlir. Namaz halında diqqətimiz yox. Arvad gəlir, deyir ki, ki, sən məni təhqir edir 5 nəfər içində. Görürəm, düzümə eləməmişim, qışqırıram başına, yer cəhənnəm o deyən təhqir edirəm. Diqqət yox, valideynə hörmət yox, dostluqda diqqət yox, qonşuluqda dahi yara olub bu hədislər, mazur olub qulaqsan yoxdur. Bir nəfər gedib soruşmuşu, qonşu necəsən, ölmüsən, qalmısan? Yox. Nə gündədir beynimiz? Və niyə bu gündədir? Gedib bu sözü soruşsan bir nəfər, psixoloqdan, alimdən, qeyri-dindar bir alimdən, deyəcək, bəli, narahat olma,
Bu psixoloji əhval-ruhiyyə insanda olar, insanların əksəriyyəti belə olur. Bunlar informasiya problemləridir, bunlar nə bilim, nə problemləridir. Gedib bir qocadan soruşsan ki, ağsaqqal, sən çox ömür sürmüsən, də ağ bir çək, sən çox ömür sürmüsən. Niyə beləyəm mən? Deyəcək, ay bala, narahat olma, dünya həmişə belə olur. İslam deyir, bir dəqiqə dayan. Sən çox böyük səhv edirsən, dünya həmişə belə olur. Niyə? Laqad xalaqnal insana fi ahsani taqvim. Biz insanı super vəziyyətdə yaratdıq. Bunu super vəziyyət deyirsən həmişə belə olur. Allah yalan deyir, sən yalan deyirsən. Fakt olaraq düz deyirlər, həmişə əksəriyyət belədir tarix boyu. Amma niyə belədir? Kim eləyir bunu? İblis eləyir bunu. İblis kimdir? İblisin ləqəblərindən biri İslam psixologiya alimlərinin terminlərində kəlbun mualləmdir. Təlim görmüş it. İblis təlim görmüş it. Allah ev sahibidir. İblis qapıdakı it. İki cür mübarizə variantı var. Bir, it hürür, sən daş atırsan. O gəlir, sən qatırsan. O gedir, sən qatırsan o tərəfdən keçməyə. O bir dənə diş vurur səndən, sən ayağa çəkirsən. Bu bir mübarizədir. Çağırmırsan ev sahibini. Evə edirsən axı. Gelirsən desən ki, ay kişi sənə sözüm var məsələn. İt cumub üstüvə dillənmirsən ki, gəl itmə yiyə dur. Öyle vurursan, o vurur. Eve etmə qaldı. Səhərə qədər orada qırğında da həyətdə, itlə boğuşur. Amma ağıldadır, nə edir? Evi etməmişdən deyir ki, ay eviyyəsi, itimi çək gəlirəm. Eviyyəsi deyir, rədd ol. Burada rədd olur. Allah eviyyəsidir, şeytan itdir. Bu qapacaq. Amma təlim görüb. Eviyyəsinə desən ki, bunu çəkəcək. Bunun səsini çatdırmalısan eviyyəsinə. Eşitməlidir səni. Duymalıdır sənin səsini. Görməlidir ki, bu doğrudan qapıma gəlir, xeyir şey üçün gəlir, iti çəkməlidir səni. Görsə ki, bu nanəcib adamdır, özünə çıxməməzliyə vuracaq, qoy yesin iti. Necə də demişəm ki, bu qapıdan gəlmə, o birindən gəlməsən. Qoy parçalasınlar. İndi biz başa düşdüyümüz səviyyədir. Beynimiz xarabdır. İblis beynimizdə oyun çıxardır. Hədislərdə var ki, iblisin ən çox müvəffəqiyyət qazandığı hissə insanın vücudunda, iblisin ən yüksək səviyyəli müvəffəqiyyət qazandığı hissə insanın beynidir, qərargahdır. İnsanın qərargahını işğal edib iblis. Göstərişlər hardan verilir? Qərargahdan. Qərargahı tutub. Qərargahı tutubsa, göstərişi kim verəcək? İblis. Qərargah rəis. Ona görə görürsən, bəzən biz yaxşı əməl eləmək istəyirik. İçimizdən gəlmir. İstəyirsə, nə deyəsən ki, qardaş, sən nə yaxşı adamsan? İblis beynində bir noktadan çıxır ki, demə qudurar. Demə. Güya bu dünyanı idarə edir insanların kimi, hansı insan qudurandır, hansı insan qudurmayandır. Bu da oturub yüksəkdə, özü heç vaxt qudurmur, harımlamır. Oturub yüksəkdə bölür. Buna desən qudurar, buna desən qudurmaz. Bundan gərək loğa-loğa danışam, bundan təvazökərcəsində danışam. Olub rejissor. Bir beynimizdə bu problem var. Narahatçılıq, xüsusən gənclərin beyni. Darmadağındır. Ata deyir ki, ay bala, sənə nə olub, sən heç evdə tapılmırsan. Oğul da deyir ki, uşaqların əli getmişdik, dərslərə hazırlaşırdır məsələn. İmtihana hazırlaşırdır məsələn. Futbol oynayırdır məsələn. Burada nə baş verir? Oğul dərdini ataya demir. Ya səhv edir demir, ya da bir işi desəm 2 dənə şırla vuracaq qulağının dümünə, heç nə başı salmayacaq mənə. Kes, qar getdi. Atada çox üstünə yetmir, tez özün inanmış kimi göstər. Özü də cavan olub, o yaşlı olub. Özü də o bəhanələri gətirib atası üçün. Yalan deyir, futbolda da getməyib.
Allah bir gedib narkotika çəkməyə, Allah bir gedib araq içməyə, Allah bir gedib naməhrəm işlərə. Niyə ata inanmaq istəyir? Şimdi bizim qutarıb sözə bundalıyız. 2 dənə xuliqan, 2 dənə hoqqabaz, ikisi də bir-birini yola verə-verə yaşayırlar. Biri ata, biri bala. Gənclərin beyni darmadağındır. Bu gənc enerji doludur. Qüvvə doludur. Bax, indi mənim yaşıma çatanlar, məndən böyüklər, məndən biraz aşağıları, mən kimi tənbəlləri deyirəm. Baxın, biz proqram qururuq ki, güney solumuza 4 kilometr yeriyək məsələn, elədir. Bir dənə evdəki uşağa bax. Hesabla gör güney neçə kilometr yeriyir evin içində. Evin içində heç yerdə yox. Saat 1'də uşaqlar qaçır oyun, aşın bu uşaq niyə yatmır? Qaynayır içəridən enerji. Bu enerjini düzgün yönətməzsən, gedər bombanı bağlayır özünə, gedər Dəməşq məscidi partladır. Bu enerjini çıxartmazsan bunun vücudundan faydalı işlərindən, gedər nəşi sikər Allah uzaq eləsin, araq içər Allah uzaq eləsin, oğurluq eləyir Allah uzaq eləsin. Gəncin qərargahını gələ iblisin əlindən alasa, həm gənc özün mübarizə aparsın alsın, həm də kömək lazımdır. Valideyn tərəfindən, molla tərəfindən, cəmiyyət tərəfindən. Hədislərdə var, gənclik dəliliyin bir şöbəsidir. O demək deyil, cavan dəlidir. O deməkdir ki, sən dəli ilə necə rəftar edirsən ki, məsələn, sudurqa tutmasın, qaçıb getməsin, sən bıçaqlamasın. Cavanla da yerə belə yola gedəsən, şıltaqdır, ürkəkdir, şəxsiyyətini sındırmayasan, qürurunu sındırmayasan, ona sevgi göstərəsən. Bəzən cavan atanın qəddarlığı ilə böyüyür. Təsadüfən də Allah indi atasının bir yaxşı işi var imiş, elə gətirir ki, bu faydalı adam olur. Gözün xatirələrini danışır, deyir ki, mən bu işdə atama minnətdaram, atam çox sərt rejimlə məni böyüdüyüb, heç üzümə gülməyib, çox səhv eləyib üzümə gülməyib. Sənə elə gəlir ki, onun tərbiyəsi yoxdur. O vəhşi kimi böyüdüb səni. Peyğəmbər sallallahu aleyhi və aleyh nəvəsini öpürdü. O nəvəni götürür öpür, bu nəvəni götürür öpür. Biri qayıt ki, ya Rasulallah, sən laf belə ağın çıxardın sənə, nə olur? Nəyə bu qədər öpürsən? Mənim neçə nəvəm var, bir dəfə onları öpməmişəm. Peyğəmbər burada səndən daş ürəkli insansın. Və bizə də tövsiyə elədi, birindən xoşumuz gələndə deyin ki, ay qardaş, mənim sənə simpatiyam var, sənə hörmətim var. Bəlkə sənə qarşı bir kini var, qoy təmizlənsin də. Beynimiz xarabdır. İkincisi, əməllərimiz bərbaddır. Fikir verirsiniz, nə qədər danışırıq biz mollalar? Özümüzü düzəldə bilirik, yox. Nə qədər eşidirsiniz siz dindarlar? Özünüzü düzəldə bilirsiniz, yox. Onlar ha, var. Məsələn, şükür Allaha, elə burada da, başqa yerdə də gənclər var, ağsaqqallar var ki, doğrudan elə bu məclisə yığışmaq nə deməkdir? Gəlib burada yorğun, arğın, yuxulu oturmuşsunuz burada, gedib seriyalə baxardınız, futbola baxardınız da. Bu özü bir cihaddır da, balaca da olsa bir cihaddır nəfsə qarşı. Vaxtınızı ayırmışsınız, oturmuşsunuz burada. Bu cavanlar götürüblər burada. Bunların takipçiləri Allah uzarəsi min hoqqadan çıxır. Bu dinə məhəbbətdir, bu pak olmaq istəməyə İnnəllaha yuhibbut təvvabinə və yuhibbul mutatahhirin. Allah iki qrupu sevir. 1. Tövbə eləyənləri, çox tövbə eləyənləri. 2. Pak adamları, xeyr, pak olmaq istəyənlər. Pak olmaq istəyənləri Allah Teala sevir. Pak olmayıb ha, pak olmaq istəyir. Allah'ın xoş gəlir insanlardır. Amma əməllərimiz bərbaddır. 1 ilə bir günah tərk edə bilmirik. 1 ilə 10 ilə bir günah tərk edə bilmirik. 15-20 il bundan qabaq qeybətin haramlığı deyilmişdi, sizə də, mənə də. Yenə deyilir, mənə də, sizə də. Tərk etmişik. Niyə bərbaddır bəlcə? Ha, indi bir dənə qeyri-dindardan soruşsan, gör, insanın beynində səhvlər ola bilər, insanın məntiqində səhvlər ola bilər. Kim elədi bu səhvi? Kim vadar elədi məni səhv eləməyə?
Hesab demir. İnsanın əməllərində, ay bala narahat olma, adam kişinin başına iş gələr, iş gəlməz kişinin başına. O qədər başımıza iş gəlib, qanun cəzmişik, kişinin başına iş gələr. Niyə məsumların başına iş gəlmir? Niyə gəlmir onların başına iş? İndi məsum deyilir, niyə Səlman-ı Farsın başına iş gəlmirdi? Niyə Əbu Zərin başına iş gəlmirdi? Gələndə nə olurdu? Deyirlər, haqq danışma. O iş gəlsin də. Bir insan üçün nə qədər böyük iftixardır, fəxirdir ki, bu adam deyir, Allah buna görə bunu vururlar. Bundan gözəl xoşbəxtlik olar ağıllı adamlar üçün. İslam alimləri Qurandan ilham olaraq, hədisdən ilham olaraq buyururlar ki, bunlara eləyən iblisdir. Sənin beynini də qarışdıran iblisdir. Sənin əməllərini də qarışdıran iblisdir. Yaxşı, ay Allah, niyə imkan verirsən buna? Həmin niyədən minini Allah səndən soruşur. Sən orada niyə? Sən burada niyə? Sən onu niyə? Sən bunu niyə? Sən o birisini niyə? Sən o niyələri mənə izah edəm, mən deyim niyə bunu edirəm, niyə imkan verirəm? İlahi, niyə duanı qəbul eləmirsən? Sən duanı niyə edirsən? Allah təsəvvürün bizə sual verir. Sən ki bu duanı istəyirsən, məndən bu hacəti istəyirsən, mən bu hacəti sənə versəm, rəva eləsəm, yaxşı adam olacaqsan, yoxsa əvvəlki kimi günahkar həyatını daha da mürəffəh eləyib, rahat eləyib, davam eləyəcəksən günahkar həyatı var. Mən Allaham, mən bilirəm ki, sən yaxşı adam olsan, mən bunu verərəm sənə. Mən görürəm, sən məndən də bir şey qazanıb, günahlı həyatını biraz belə vüsətləndirmək istəyirsən, onu niyə verim sənə, səni niyə bədbəxt eləyim? Diqqət edirsiniz, Allahın duanı qəbul eləməməsi nə deməkdir? Əşi, mən 10 ildir istəyirəm, Allah vermir. Fərz elə ki, 10 il bundan qabaq elə verəydi. Sən Allah, fikrin nə idi, qərarın nə idi? Allah bu neməti mənə, məsələn, Allah Teala mənə külli miqdarda məsələn pul ver və ya elm ver. Bunu niyə istəyirsən? Bax xəyallarıma. Gör, sən Allah olsan, verərsən belə bir istəyən adama. Hə, xəyallarında bir iki dənə xeyri yeşil düzəltmirsən. Belə eləyərəm. O qoxumsun bunu eləyərəm, bu qoxumsun bunu, uşaqlara qoyuram, maşını, filan maşını alıram, filan etkəm. Hamısı rahat, keyf, super. Sən gülmənsən, mən Allah sənə deyirəm, əl çək dünyadan, sən deyirəm, ilahi, mənə dünya ver. Planlar baba. Elm ver, ilahi mənə elmi nə inirsən? Görmürsən, alimləriniz hörmət edirlər. Buna görə istəyirsən elmi? Mən də bu məsciddə mövqeyə sahibi olum. Soruşsan, niyə olmalısın? Xidmət eləmək istəyirəm, yalan danışma. Xidmət eləmək istəyən adam mövqe axtarmaz. Ayətullah Rızma Xameneyi and içdi o Əhməd-Nəcəd məsələlərində çıxışında, YouTube-da var, ağlaya-ağlaya and içdi. Allah şahiddir ki, bugün mənə təyin olunsa alimlər tərəfindən sən ziyarətgahların birində süpürgəci işləməlisən, mən onu tam iftixarla gedib eləyərəm. Bu mənim vəzifəmdir. Mən süpürgəciyəm imam qapısında. Bizim dualarımız qüsurludur, ona görə Allah qəbul eləmir. Əməllərimiz pis gündədir, beynimiz pis gündədir. İslam deyir ki, qulaq asma bu söhbətlərə ki, beynin qarışıqdırsa, təbiidir, əməllər qarışıqdır, bəlalar hər tərəfdən gəlir, təbiidir, təbii bir şey yoxdur. İmam Həsən Əleyhisselama dedilər ki, evin yandı. İmam buyurdu, mənim evim olmaz. Getdilər, araşdırdılar, gördülər imamın evi deyil. Dedilər, ağa, hardan bildin sənin evin olmaz? Buyurdu, mən evə haram tiki aparmamışam yansın. İndi bu nə deməkdir? Allah bilər, imam bilər, bunun içində nələr var? Haram tiki aparmamışam, bu yansın. Allah Teala dəxalət edir həyatımıza. Bəzən deyirik ki, biz cəmaatı qane eləmək üçün, sizi qane eləmək üçün, özümüzü qane eləmək üçün deyirik ki,
öz əməllərimizdə, amma başa düşmürük ki, öz əməllərimizi də Allah eləyir də, yəni nə? Yəni Allah izin verir. İlahi, niyə izin verirsən iblis məni vursun? Çünki sən xoşun gəlir ondan. İblislə marağın üst-üstə düşür. Sənə iblisanə həyat ləzzət eləyir. Mən sənə həyat qoymuşam ki, halal yolla evlən, ailənlə xoşbəxtliyi tap. Sən naməhrəmdə xoşbəxtliyi axtarırsan. Sonra gəlib mən deyəcək ki, ilahi, verim ki, daha çox günah eləyəsən. Niyə verim? Hər dua qəbuldur, ha? Allaha nə dua eləyirsən istisnasız qəbuldur. Özdə bunun şiə sünnüsü yoxdur. Kim nə istəyir Allahdan, Allah qəbul edir. Sadəcə olaraq istədiyini vermir. Ya bir günahı bağışlayır əvəzində, ya ahirətə saxlayır, ya bir bəla gələcəkdi qaytarır. Maşın sürənlər bilirlər də. Görürsən ki, sənin maşının ki bu sürətlə gedir, qarşıdan gələn maşın ki bu sürətlə gəlir, sizin sürətinizdən az bir sürətlə o gün iki maşın dəydi bir-birinə, ikisi də öldü. Sən dəyirsən ona, o dəyir sənə, bitər çıxırsan maşından, baxırsan maşına, şoka düşürsən ki, buradan adam çıxmaz. Buradan necə çıxdı? Deyirsən, bura bax, Allah saxladı. Düz deyirsən, Allah saxladı. Amma niyə saxladı? Sənə bəlkə bir mesaj verir. Ki, əzərəm ha səni. Bu maşını gününə qoyaram, hörmət elədim, bu dəfə əzmədim, ehtiyatda ol. Bəlkə bunu demək istəyir. Haqq hesabsızdır. Təsadüf adlı bir şey var dünyada. Hər şey haqq hesab olunur. Hər şey. Pis arvada düçar olmusan, səhv bıraxmısan, günah eləmirsən cəzasıdır. Pis ərə düçar olmusan, günah eləmirsən cəzasıdır. İmam Hüseyin ağa buyurdu, namusuva sataşıblar, 100% nə vaxtsa sizdən biri başqasının namusunu sataşıb. 100%. Mərdimazar incidir səni, 100% sizdən birisi kimisə incidir günahsız yerə. Söhbəti yox. Belə deyil hər şey. Hər şeyin haqq hesabı var, nöqtə vergülünə qədər. Oxumusunuz bu hədisi, eşitmişsiniz ki, Adəm əleyhissalatü vəssalam ki, cənnətdən qovulandan sonra tövbə elədi, o qədər ağladı yanaqlarında, göz yaşları ki, o duzlu göz yaşlarıdır, o qədər ağladı, yeri qaldı yanaqlarında, Həzrət Adəm əleyhissalam. Ağlaya-ağlaya gəzir, ay Allah bağışla, ay Allah bağışla. Biz deyirik, məsələn, Adəm əleyhissalam o öyrətdi də bizə günah eləməyi, belə deyirik yaxı. Babamız elədi də əvvəl, Adəmdən qalıb. İki gözüm, tövbə də Adəmdən qalıb, nə əcəb eləmirsən? O bir dənə şəriət filan gəlməmişdi hələ. Allahın sözündən çıxdı. O qədər ağladı, gözlərinin altından, yanaqlarından axar yeri qaldı. Sən gündə 1000 günah edirsən, o qədər qəhqəhəcəksən, çörək qalır boğazında, həkimə apardılar ki, çörək qaldı boğazında, boğulur bu, ölür. O da Adəmlə qalır. Gəzdi, gəldi, bir dənə yerdə top quşdu, yıxıldı yerə. Bizə desələ nə deyərdir? Adamdır, adam yıxılar deyir. Daşdı, ilişdi, yıxıldı yerə. Biz o qədər bu bədənimizi, vücudumuzu, ruhumuzu bir məmləkət hesab edək. Bu məmləkəti o qədər pis idarə edirik. Hardan nə bəla baş verdi, nə asayiş pozuldu, fikrimizdə deyil. Əli kəsilir burada, nə işdi də gəldi başıma. İşdi demə. Fikirləş gör, nə eləmişdin ki, əlin kəsildi. Bir hadisə belə səbəbsiz deyil, ha. Mədən bulandı heç nə səbəb olmadan. Axtar gör, nə iş görmüsən? Adəm əleyhissalam yıxıldı yerə. Dedi, Allah, niyə mən yıxıldım yerə? Mənə izah elə, mən burada niyə yıxıldım? Niyə yıxıldım və niyə burada yıxıldım? Vurdu bura Kərbaladı. Buradan düz keçə bilməz. Burada gedə nəsə olsun. Ariflər belədilər. Yıxıldılar, fikirləşdilər, mən niyə yıxılıram?
Allah rəhmətlə sonra Zəbəli Xəyyətə deyir ki, Allah rahmet eylesin. dəvə karvanı gəl. Bəzi əhvalatlar çox şirindir. Deyildikcə köhnəlmir. Bu onlardan. Dəvə karvanı keçirdi, dəvələrdən bir təpi atdı. Özümü qaçırmasaydım, düz sinəmə dəyəcəkdi. Dəvə deyir ki, heyvan da ayağı gücdü. 100 kilometrlərlə yol gedir. Yük belindi. Pis oldu. Bu nə hadisə idi? Mən Allahla dostum. Bu heyvanı da Allah yaradır. Bu heyvan mənə niyə hücum eləməlidir? Dua, qurban olum, ay Allah başa sal mənə, mən pis oldum, mən şübhə qaldı beynimdə, mən o adamlardan deyiləm elə hadisədə, əşi kişinin başını içəri, heyvandır da hürküb. Bunlar belə deyildi. Bunlar niyə hürküb? Hər şeyin niyəsini axtarırlar. Hər şeyin niyəsini axtarırlar. Niyə? Dedilər ki, mənə yadımda da o gün filan bəyənilməyən şeyi fikirləşdim. Mən dərhal oddu cavab verdim, bir fikirləşdim də eləmədim ki. Dedi, dəvə təbiyyatdır da, vurmadır ki. Eləsəydin vurardı. Səhv eləməsəm, Əllamə Bəlağidir deyir ki, Nəzəf alimlərindəndir. Şeyx Ənsarinin tələbələrindəndir, deyir ki, dərsdən gəlmişdim evə, xəbər gəldi ki, şeyx səni çağırır, acıqlıdır. Tez getdim, gördüm ki, namaz qılır. Oturmuşam əsə-əsə, şeyx məni boş yerə çağırmaz. Bu qorxu deyil ha, bu hörmətdir. Ki, bu niyə birdən-birə əsəbdən çağırır? Böyle namazı bitirən kimi istəyəcəm ki, şeyx dedi, Seyid, sən müsəlman deyilsən, şiyə deyilsən, deyir, əsdim. Ağa, mənə niyə belə deyir? Dedim, ağa, nə olub ki? Dedi, sən o filan tərəfdəki qonşun bir həftəli bağlarına verməyə çörək tapdır. Dedim, ağa, valla xəbərim olmayıb. Dedi, bilirəm. Bilirəm, xəbərim olmayıb. Xəbərin olsaydı, eləməsəydin, dedim, sən kafirsən. Xəbərin var biri acdı, rahat yatmışsan. Şeyx Ənsari görün necə baxır. Getdim deyir, bir tabaq çörək yeməksiz apardım, qapını döydüm. Girdim içəri, qonşu salam əleyhissalam, tabağı qoydum ortalığa. Açdım üzərini, gördüm ki, balalar bir dəfəli bir təkan verilir üzərinə. Aclıq hiss olunur üzərində də. Ata əlin qaldırdı, hamısı dayandı yerində. Dedi, bir dəqiqə dayanın. Seyid, bu nədir? Dedim ki, halı gəziyə belə. Ustad çağırdı məni. Dedi ki, bəs Dedi, ağladı. Dedi, düz deyir. Bir həftədir, hara gedirəm, iş tapıram, çörək tapa bilmirəm. Amma heç kəs bilmirdi bunu. Bu şeyx hardan bilir bu? Diqqətli olsan, biz həmişə nəyə qulaq asırıq? Görün qıraqdan nə deyirlər? O adam ki, xofludur, həmişə qulaq asır, görün mənim haqqımda nə deyirlər? O adam ki, dünya bezində qulaq asır, görün nə danışılır? Əb maraqlı danışdı. Belə. Buyur, içivə qulaq as. Gör, oradan nə səs gəlir. Diqqətivi o qədər yönəlt o daxili aləminə ki, o içindəki qulaq açılsın, içindəki göz açılsın. Gör, nə var, nə yox. Gör, orada nə göstəriş gəlir. Gör, orada nə səsləri var, orada nə sözlər var. Hədisimiz var bu arada, ha? Hədis var. Yum gözlərinizi naməhrəmdən, gör nə ucubələr görürsünüz, nə möcüzələr görürsünüz. Bu baxışları bu yum naməhrəmdən, gör nələr göstərirlər sənə. Yum gözünü gör nələr görürsün. Açıq gözdən görmək olmur. Yum gözünü gör nələr görürsün. Yəni yum qulağını gör nələr eşidirsən. Yum ağzını gör nələr verirlər sənə. Bu qəlbivi yum şeytanın gəlişinə gör, Allah nələr daxil edir ora. Allah bizi
şeytanın şerrindən öz bəlamızdan qorusun inşallah. Amin. Havanın zuhuru üçün salavat zikr. Allahümme salli ala Muhammed